Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə 3-cü beynəlxalq konfrans keçirilir. Konfrans deməli mədəni irsin və qayıdış hüququna həsr olunubdur. Burada bu konfransda xaricdən kifayət qədər nüfuzlu insanlar iştirak edirlər və böyük bir konfransdır. Və bu konfransda bizim də iştirakımız bir Barana rayon icmasının sədri kimi burada təmsil olunuram. Deməli, Qərbi Azərbaycan icması qayıdış konsepsiyasına uyğun olaraq əməli addımlar atır. Bu əməli addımlardan biri də bugünkü konfransdır. Və belə konfranslar çox təşkil olunub. Ancaq bu konfransın böyük əhəmiyyəti ondan ibarətdir ki, bütün dünya ölkələrinə və Ermənistan Respublikasına bir növ ismarışdır ki, biz öz doğma dədə-baba torpaqlarımıza qayıtmaq üçün mübarizəni davam etdiririk. Və bu davam etdirmədə müxtəlif üsullardan da istifadə olunur. Hər mətbuata fikir verdikdə görürsən ki, bütün rayonlar üzrə və kəndlər üzrə müxtəlif tədbirlər keçirilir və bu tədbirlərin hamısında da Qərbi Azərbaycana qayıtmaq uğrunda mübarizə davam etdirilir.